Hər məhlullara suallar 100% düşür. Yəni ya OTK-nın imtahanından görəcəksiniz, ya buraxılış sınaqlarında görəcəksiniz, ya blokda. 100% məhlul məsələsini OTK sınaqlarında inşallah görəcəksiniz. Birincisi, məhlul anlayışından qabaq biz bir şeyi başa düşməliyik ki, məhlul elə faizin özüdür, başqa bir şey deyil. Məsəl üçün, bax, belə bir söz deyək də, sinifdə 12 qız şagird var, 12 qız, tutalım ki, 18 oğlan varsa, deyirəm ki, sinifdəki qızlar bütün sinifin neçə faizidir? Necə edirik biz bunu? Ümumi cəm 30 nəfər deyil, bu 100% olurdu. 12 də x faiz olurdu. X-i tapanda nə edirdik? 12-ni 30-a bölüb 100-ə vururdu. Düzdür? Və 12-ni 100-ə vurub 30-a bölürdük. Yəni, nə elədik? Bir fikir verin uşaqlar. Bizdən istənilən nədirsə, onu yazdıq surətə. Məxrəcdə nə oldu? Ümumi hamısı bir yerdə və vuruldu 100-ə. Məhlul anlayışı da budur uşaqlar. Məhlul nədir ümumiyyətcə? Məhlul maddə ilə suyun cəmidir. Maddə üstəgəl su uşaqlar. Maddə riyaziyyatda, kimyada fərqli maddələr olur. Riyaziyyatda əsasən 3 maddə olur. Duz məhlulu, duz və suyun cəmi deməkdir. Şəkər məhlulu, şəkər və suyun cəmi deməkdir. Bir də spirt məhlulu, spirt və suyun cəmidir. Yəni, bunlar maddədir. Bir də üzərinə su tökülür. Bu da bildiyimiz sudur da uşaqlar. Və biz məhlulun faizini tapanda həmişə maddənin faizini tapırıq. Yəni, surətdə həmişə nə olur uşaqlar? Maddənin miqdarı olur. Məxrəcimiz nə olacaq? Bəs su yox, ümumi maddə ilə suyun cəmi. Məsələn, indi bayaqki dediyim misalı belə verir bizə. Deyir ki, 12 qram duzla 18 qram su qarışdırılır. Maddəni həmən dəqiqə bil. Sudan başqa nə varsa o maddədir. Maddə nə qədərdir burada? 12. O yazılacaq surətə. Məxrəcə nə yazılacaq? Ümumi məhlul. Ümumi məhlul neçə faizdir? 30. Və faizlə ifadə edəndə 100-ə vuracam. Bunlar ixtisar gedəcək 40 faizli məhlul alınacaq. 40 faizli məhlul uşaqlar. 40% olacaq mənim cavabım. Yəni, qısacası, surətdə həmişə maddə miqdarı, yəni surətdə bunlar, duz və yaxud su və yaxud duz, şəkər, spirt. Məxrəc isə ümumi qarışımın hər biri. Ümumi qarışımın hər biri və faizlə ifadə edəndə 100-ə vurulacaq uşaqlar. İndi, bu biraz qarışdırılır, bu biraz fərqli misallar verilir bununla bağlı. Məsələn, belə bir söz deyil indi bizə. Gəlin, belə baxaq. Deyir bizə, o aptekdən də alanda görürük, 95 faizli spirt məhlulu var, yaxud 96 faizli var. 200 millilitr 95 faizli spirt məhlulu. Bu nə deməkdir? Bax, bu 95 faiz nəyi göstərir? Nə deməkdir? Aha, yəni maddənin miqdarını. Yəni spirtin miqdarını, bəli. Yəni, necə başa düşürük ki biz bunu? 295 faiz. 200 millilitrlik o qabın 95 faizi spirtdir. Yerdə qalanlar nədir? Sudur. İndi, sualı bizə belə verir uşaqlar. Deyirəm ki, məsəl üçün, 40 qram 70 faizli tutalım ki, şəkər məhlulu. Yəni, 40-ın 70 faizi nə deməkdir uşaqlar? Şəkər. Gəlin 40-ın 70 faizini tapaq. 40 vurulsun 70, bölünsün 100. Nə qədər eləyəcək? 7-4-ün 28. Deməli, burada 28 qram nə var? Şəkər var. Və su nə qədərdir? Bəzən abituriyent deyir ki, mən 30 faizi sudur. Bəli, bu da olar. Ya da neysən onu? 40 qramın 28 qramı şəkərdirsə, yerdə nə qədər qalır? 40 çıx 28. Bu da neçə eləyəcək? 12. 12 qramı da sudur uşaqlar. İndi, misalı mənə necə verir? Deyir ki, 40 qram 70 faizli şəkər məhlulunun üzərinə 40 qram 70 faizli şəkər məhlulunun üzərinə birinci halda bunu deyir uşaqlar. Məsəl üçün, 10 qram su əlavə edirəm. 10 qram su əlavə edirəm. Neçə faizli məhlul alınır? Şahid, sən artıq 40 qram 70 faizli şəkər məhlulunda nə qədər şəkər, nə qədər su olduğunu tapmısan. Düzdür? O qabığı çək burada. Bax, bu qabı çəkdim. Burada nə var? 28 qram şəkər var. Bir də 12 qram su var. Sən bunun üzərinə nə əlavə edirsən? 10 qram su. 10 qram su əlavə edirsən. O zaman
bu əlavə olunandan sonra qabda nə qədər şəkər, nə qədər su olar? 28 qalır. Şəkər olduğu kimi qalır. 28 qram. Şəkər olduğu kimi qalacaq. 28 qram şəkər. Bəs su nə qədər olacaq uşaqlar? 12 qramdır. 10 qram da əlavə olunur. 22 qram da su olur. Ya şəkər həll olunur suyla. Həll olur. Yenə də olduğu kimi qalır da. Suyun miqdarı artır da orada. Nə deyirsən? Su artır. İndi deyir ki, neçə faizi məhlul alınır? Bayaq hesabladığımız qayda. 28 qram şəkər, 22 qram su yoxdur, yekun. Burada şəkər surətdə yazılacaq. Məxrəc nə yazılacaq? 50. Ümumi 50. Faizlə ifadə edəndə 100-ə vuracaq. 56. Bununla bu qısa geçir ki, 28-i 2-yə vuranda 56 faizlidir. Məsələn, baxın, şöyle, belə bir şey deyək də sizə. Səhər şirin çay içirsinizsə, şirin çayda şəkəri əlavə edib qarışdırıb içəndə. Görürsünüz ki, şirin çay çox şirindir də, yəni içmək olmur. Neyinir ondan? Üzərinə su əlavə edirsiniz, çay əlavə edirsiniz, düzdür? Ondan sonra şirinlik dəyişir deyirsiniz. Şirinlik dəyişmir, şəkər olduğu kimi qalıb orada. Sadəcə şəkərin faizi 70% idi. Sən ora su əlavə elədin, neçə faizə düşdü? 56 faizə. İndi eynini ikincisində belə deyəcəm şöyle. Deyəcəm ki, ikinci səfər 40 qram 70% şəkər məhlulunun üzərinə bu səfər 10 qram şəkər əlavə eləsəm. Neçə faiz alınır? Yenə sən qabığı çək. 28 qram nə var idi burada? Şəkər. 12 qram da su var idi. Sən bura 10 qram şəkər əlavə eləmişsən. O zaman nə qədər şəkər olacaq? Bu səfər şəkər əlavə edirsənsə, şəkərin miqdarı dəyişir də. 28 qramda 10 qramda əlavə eləsəm 38 qram şəkər olar. Bəs su nə qədər olacaq? 12 qramda su olacaq. Faizlə ifadə edəndə surətdə şəkər miqdarını yazacağam. 38-i. Məxrəcdə ümumi məhlulumu yazacağam. Yəni cəmi. Neçə edir bunların cəmi? 50. Faizlə ifadə edəndə 100-ə vuracağam. Bax, 2, 50, 38-də 2-yə vuranda 76 faizdir. Bax, biz bura bu səfər nə əlavə elədik? Şəkər. Şəkər neçə faizli idi? 70. Şəkər əlavə edəndə neçə faiz artdı uşaqlar? 76 faizə artdı. Bu səfər belə deyəcəm. Hər ikisini olarsa, yəni belə bir sual verir uşaqlar bizə. Deyir ki, 10 qram 60 faizli duz məhlulunun üzərinə 10 qram 60 faizli duz məhlulunun üzərinə məsəl üçün 30 qram 80 faizli duz məhlulunu əlavə etsən, neçə faizli məhlul alınır? Belə. Uşaqlar, bu qabda nə qədər duz, nə qədər şəkər var, onu hesablayaq. Onun 60 faizi duzdur, düzdür? Onun 60 faizi nə edir? 6. Bax, qabımı çəkirəm. 6 qram duz var. Onda su nə qədərdir? Ondan 6'sı duzdursa 4 qramı da sudur. Gəl bunun üzərinə 30 qramın 80 faizi. 24 qram nə var burada? Hesabladığımız duz değildi. Duz. Ne kadar? 6 qram da su var. İndi bu iki qabı götürüb bu üçüncü qaba tökmüşəmsə, nə qədər duz olacaq orada? 6 qram duz buradaydı. 24 qram da buradaydı. Cəmlənir olur 30 qram. 30 qram duz olur. Bəs yaxşı, su nə qədər olur? 4 qramdan 6 qram, 10 qram da su olur. Neçə faizli məhlul alınır desə, duzun miqdarı surətdə 30. Məxrəcdə ümumi qabım nə qədərdir? 40 qramda, 30 qram bu, 10 qram da bu. 40 qram və faizlə ifadə edəndə 100-ə vuracam. Bu 0 bununla geçsə, deməli 7.5, 75 faizlə. 75 faizlə məhlul alınacaq uşaqlar. 75 faizli məhlul. Bu olur bizim cavabımız. İndi sualın bir həll qaydası, bir metodu budur uşaqlar. O 40 neydi orada? 40 ümumidir. Məxrəcdə həmişə nə yazılırdı? Xeyr, məxrəcdə ümumi yazılmır. Su ilə duzun miqdarı bir yerdə. 30 qram burada duz var, 10 qram su var. Ümumi 40 qramdır. Düzdür? Bax sonra uşaqlar. Bir şeyə fikir verin. Neçə faizli məhlul götürdüm burada? 60. Neçə faizli məhlul var burada? 80. Uşaqlar, ümumiyyətlə yadda saxlayın. Qalım ki, A qram B faizli məhlulla, A qram B faizli məhlulla və yaxud da ki, sadəcə belə bir saxlayaq. B faizli məhlulla, uşaqlar, A faizli məhlul cəmlənəndə neçə faizli məhlul alınır? Belə bir sual düşüb bu yaxınlarda imtihanda, yəni keçən uşaqlar. A faizli ilə B faizli məhlul cəmlənəndə
Mütləq şəkildə yadda saxlayın. Tutalım ki, A B-dən kiçikdirsə uşaqlar. Alınan x faizli məhlul mütləq B ilə A arasında yerləşməlidir uşaqlar. Yəni mən 60 faizli ilə 80 faizli məhlul belə deyək də qarışdırsam, mən heç vaxtı 81 faizli məhlul ala bilmərəm və yaxud 59 faizli məhlul ala bilmərəm. Mütləq bu arada məhlul faizini tapmalıyam. Bu situasiyalarda da var idi topluda uşaqlar. Bir daha deyirəm. Məsəl üçün mən 30 faizli ilə tutalım ki 45 faizli məhlul qarışdırsam, ala biləcəyim məhlulun faiz miqdarı bu arada yerləşməlidir. 30 faizlə 45 faizin arasında yerləşməlidir. Bunları keçməli deyil uşaqlar. Bu arada bir qiymət olacaq. İndi gəlirik başqa bir dənə də daha rahat qablar üsulu ilə yazmağa uşaqlar. Biz bir dənə yazdıqlarımıza təkrar baxaq. Ondan sonra qablar üsulunu da deyəcəm. Qalın ki uşaqlar, biz deyirdik ki 30 qram 70 faizli məhlul. Düzdür uşaqlar. Belə bir şey deyirdik. Bu 30 qram 70 faizli məhlulda nə qədər bu faiz nəyi göstərirdi həmişə? Bu məhlulun tərkibindəki maddəni uşaqlar. Düzdür. İndi belə bir şey deyirəm. Bayaqki sualımıza gəldik. Bayaq bir sual verdimi? Burada 40 qram 70 faizli şəkər məhluluna 10 qram su əlavə eləsən. 40 qram 70 faizli şəkər məhlulunun üzərinə birinci halda 10 qram su əlavə elədim, sonra dəyişdim. Qablar üsulu deyirlər buna. Bax, indi mən əlavə edirəm 10 qram su. Qablar üsuluna görə birinci qabımı çəkirəm. Bura neçə qramdır? 40 qramdır. Məhluldur. 40 qram 70 faiz şəkər məhlulu. 70 faizi yazıram. Üzərinə gəlirəm. 10 qram su. Uşaqlar, bura faiz neçə yazacağım sizə? Hə? 0 deyirik. Niyə 0? Çünki məhlul yoxdur içində. Bax, bu faiz nəyi göstərirdi uşaqlar? Şəkərin məhlulu faizi. Nə qədər şəkər var. Düzdür. Burada şərtdə sənə deyirdik 40 qram 70 faizli şəkər. Burada artıq bilirəm də 70 faizli şəkərdir. Burada 10 qram nə var? Şəkər var mı orada? Biz də o faizi göstərəndə demədik o faizi şəkərin faizidir, maddənin faizidir. Suyun tərkibində o maddədən yoxdur. Ona görə də faiz olaraq yazanda neçə faiz yazacağam? 0 faiz yazacağam. Bitdi. Qablar üsuluna görə bunu cəmləyəndə belə deyirəm. Baxın, 40 qramlıq bir maddə ilə 10 qramı cəmləyəndə neçə qram olacaq? 50 qram olacaq uşaqlar. Neçə faizli olacaq? Bilmirik. Yazırıq x faizli. Xeyr. Faizlər toplanmır. Miqdarlar toplanır. 40 qramdan 10 qramı cəmləyib 50 qram deyə bilərsən. Amma faizləri toplaya bilməzsin. Bitdi. Qablar üsuluna görə həll qaydası budur. Bayaqki sual. Birinci qabda nə varsa vur bir-birinə. 40 vurulsun 70. Üzərinə gəl. İkinci qabda nə varsa vur bir-birinə. 10 vur 0. Bərabərdir. Üçüncü qabda nə varsa vur bir-birinə. Bax, bu neçə edəcək? 2800 bərabərdir. Bu 0 edir. Bəli. 50x-ə. Buradan x-i tapanda 2800-ü 285-ə böləndə 56 faiz olacaq. Keçək bayaqki misalımıza görə neçə almışdı uşaqlar cavabı? 56 faiz. Gördünüz? Eyni cavabdır. İkinci, belə söz dedik. Bu səfər dedik ki, 40 qram 70 faizli məhlulun üzərinə 40 qram 70 faizli məhlulun üzərinə bu səfər 10 qram nə əlavə eləmişdik biz? 10 qram təkər əlavə eləmişdik. Uşaqlar, burada faiz neçə yazılacaq artıq? 100 yazılacaq. Çünki bizim yazdığımız faiz maddənin faizi deyildi. Burada yalnız maddə var da şəkər. Su yoxdur ki. Ona görə faiz olaraq yazılacaq. Neçə faiz? 100 faiz. İndi buna bir də gələcəm axırda. 40 qramla da 10 qram cəmlənəndə 50 qram olacaq. Neçə faizlə? X faizlə. Birinci qabda nə varsa vur bir-birinə. 40 vur 70. Üzərinə gəl. İkinci qabda nə varsa vur bir-birinə. 100 vur 10. Bərabər elə. Üçüncü qabda nə varsa vur bir-birinə. Bu eləsin 2800. Üzərinə gəl mini. Bərabər eləsin 50x-ə. Bunların cəmi 3800 eləsin. X-i tapanda 380-i 5-ə bölmək 76 faiz edəcək uşaqlar. Baxın, bayaq biz neçə tapmışdıq? 76 faiz tapmışdıq. Bax,
eyni üsuldur. Sadəcə buna qablar üsulu deyirlər. Hətta qablar üsulu ilə bu misalı yazmağımız daha rahatdır. 10, 60, 30 qram 80 faizli. Baxın, gəlin bir dənə də bunu yazaq. 10 qram 60 faizli 10 qram 60 faizli məhlulla nə əlavə eləmişdim bunun üzərinə? 30 qram, deyəsən 80 faizli, hə? 30 qram 80 faizli məhlul əlavə olunanda neçə faizli məhlul alınar? Demişdim, belə bir şey. Şöyle burada hər şey rahatdır. Burada faizləri özü göstərib sənə. 10 qram 60 faizli, 30 qram 80 faizli ilə cəmlənəndə faizləri göstərir. Neçə qram olur bura? 40 qram olur. Neçə faizli? X faizli. Bitti. Birinci qabda nə varsa vur bir-birinə. 10 vur 60. Üzərinə gəl. 30 vur 80. Bərabərdir. 40 vur X-ə. Buradan da X-i tapanda bu neçə edəcək? 600. Bu neçə edəcək? 2400. Cəm 3000. X-i tapanda 3000'i böləcəm 40'a. Bunlar gedər 300'ü 4'ə böləndə 75 faizli məhlul alınacaq. Baxın, bəyalar neçə faiz məhlul almışdıq biz yekun? 75 faiz. 4'də 3 vur 100. 75 faizli məhlul almışdıq uşaqlar. Deməli, buradan bir dənə önəmli olan bir şey var uşaqlar. Əgər sənin əlavə elədiyin sudursa neçə faiz yazmalısan? Su olanda 0 faiz. Sudursa 0 faiz. Maddedirsə neçə faiz yazırsan? 100. Bitti. Sudursa 0, maddedirsə 100 faiz. Uşaqlar, sudursa 0, maddedirsə 100. Hətta bu bizim misallarımızda nə üçün daha çox önəmlidir? Uşaqlar, əlavə olunan yox, buxarlandırılan sualda var. Neçə faizli su buxarlandırmaq lazımdır? Belə bir suallarda olur. Məsələn, biz bunu topludan açıp topludan baxsaq, burada nə qədərsə su məhlul məsələlərində olmalıdır. 39. Böyle bir şey 39'a bakma. 39, bəli. 250 qram 20 faizli məhluldan deyir ki, 250 qram 20 faizli şəkər məhlulundan neçə qram suyu buxarlandırmaq? Eyni qaydadır, bax. 250 qram neçə faizli? 20 faizli. 20 faizli. Neçə qram? Artıq su buxarlanırsa ortadakı toplama yox, çıxma olur da. Çünki su buxarlanırsa məhlulu tərk edir uşaqlar. Çıxılsın. Neçə qram su buxarlanmalıdır? X qram su. Sudsa faiz yazılanda dedik ki 0 faiz yazılırdı və 250 qramdan X qram su buxarlanırsa qalır 250 minus X-i. Neçə faizlidir qalmalıdır? 25. Burada yazıram 25 faiz. Bəli, artıq misalım həll oldu. 250 vurulsun 20, çıxılsın X vurulsun 0, bərabərdir 250 çıx X vur 25'e. Bu 0 edir. 250 vurulsun 20, bərabərdir 25 vurulsun 250 minus X'e. Bu 25'i bununla yaparsam bir 10 qalar. 20'ye de vursam 200 qalar. Bərabərdir 250 minus X'e. X'i də tapanda 50 qram. Vəssalam, bax bununla daha rahatlıqla, daha tez cavabımızı təyin edə bilərik, tapa bilərik uşaqlar. Məhlul məsələləri budur, başqa bir şey deyil. Məhlul məsələlərində əlavə olunan maddə, əlavə olunan su. Bu qədər.